Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri yenə də Bərdə Maşın Bazarından salamlayıram. Videolarımızın izlənməsi çox aşağı düşübdür. Xahiş edirəm, videomuzu bəyənməyi unutmayın. Qardaş, Allah xeyir versin. Çox sağ olun. Maşınımız Hyundai Grandeo. Buyurun, məlumat verin, bilək necə maşındır? 2018 2.2 dizel, 205 min orijinal probekdə, bes kraska, qəti kraskası yoxdur. Vuruq, udar qətiyyən olmayıb maşında. Koreykadır, 9 ayda ölçüyə gəldi. Şəxs avtomobildir, satıram. Birbaşa sizə gələn maşındırmı, yoxsa? Birbaşa özümə gəlir. Öz adınızadır maşınınız? Bəli, bəli. Lap yaxşı. Sənədləri qaydasındadır mı? Qaydasındadır. Texniki baxışı, sığortası Bəli, var? bəli. Bəli, bir gələndə olmur. Alan adama da bir illik verirsə etibarnaməni? Yox, nömrəni çıxardacağam. Alan adama format eləsin. Format eləyəsiniz? Bəli, bəli. Aha. Hə, maşınınız gələndən sonra nə oldu? Xərcləri nə düzəltdirdiniz? Heç bir, yəni xərc olmuyor. Bir dənə motor yağı, karabka yağını dəyişdirmişəm gələn kimi. Ondan sonra da daimi qulluğu maşın olunub. Yəni heç bir xərc, yəni mənə problem yaratmayıb. 9 ayda, 10 ayda. Elə necə gəlibdi o vəziyyətdə? Yəni necə gəlib o vəziyyətdə? Yağ azaltmadır, səsdir, mühərrikdə. Problemi yoxdur ki, mühərrikdə? Yox, qətiyyən yox. Dizel mühərrikdə hər yerinə cavab deyəm. Dizel mühərrik. Dizel mühərrikdir. Kubu dediniz neçədir? 2-2. Necədir yanacağı? Yanacağı şəhər içi 8-9 yandırır, trasda da harca yandırır 6-5, 5,5 belə. Karabkası avtomat karabkadır? Avtomat karabkadır. Gecikmə, vurma yoxdur ki? Qətiyyən yoxdur. Ön çəkir də bunlarda bəli, da? Bəli, bunlar ön çəkir. Necədir pedokun vəziyyəti? Super. Heç bir xərc tələb eləmir. Səs yoxdur ki qranatlarında? Qətiyyən yox. Təkərlərdəki yaxşıdırmı təkərlər? Təzə vəziyyətdir. Elə bu da gəldi, təkər də üstündə gəlib. Yox, təkər gətirən kimi bağlamışıq. Dəyişmisiniz? Bəli, bəli. Altında zədə yoxdur? Qətiyyən yox. Ümumiyyətcə, Koreyadan gələn maşınlarda zədə ilə mi gəlir, yoxsa? Yox, Koreya ilə gələn maşınlar zədəsiz gəlir. Vin kodunu vuranda təmiz göstərəcək maşınız? Vin kodu yoxdur bunlar. Lap yaxşı. Dəyişiləni deyirsiniz, yoxdur? Yoxdur. Kraska necə? Yoxdur kraska. Zavod kraskası. Qəşəng. Hazırda yoxdur ki, kosmetik şey? Xeyr, heç bir kosmetik iş yoxdur. Maşınımız normal maşın, üstü töv şüşədir elə? Bəli, bəli, panorama. Bir dənə də lukdur, yoxsa 2 lukdur? Yox, panorama lukdur, bütöv şüşədir. Bütöv şüşəli. Şüşələrdə qırıq-çat yoxdur ki? Xeyr, xeyr. Təmiz, yan aynalar düymə iləndir, şitin üstündə ləkə yox, dəri salondur, full gedir də bunlar? Bəli, bəli. Full gedir. Oturacaqlar düymə ilə idarə olunur, hər ikisi? Bəli, düymə ilə idarə olunur. İsidicisi, soyucusu, arxa sidenlə isidilməsi, arxa joystick, JBL səs sistemi, hər bir şey var maşında. Klimat kontrol, kör zona, memori yaddaş paketi. Maşınımız funksional maşındır. Kiminsə əlavə sualı olsa yəqin ki, sizi narahat eləyə bilər. Təbii ki, almaq istəyənlər boş yerə zəng vurmasınlar. Qiymət neçədir? 37.500. Endirim eləsək nə qədər? 37 deyəlim. 35.000 versələr vermək olar? Yox. O qiymətə verməyəsiniz. Qətiyyən. Hansı rayondasınız? Şəkidə. Əlaqə nömrəsini deyə bilərsinizmi? 055 388 44 13. Allah xeyir versin. Çox sağ olun, var olasınız. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Çox sağ olun. Niva maşınınızı satırsınız. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır? Maşınımızın ili 2012-dir. Kondisionerli iştirak vəziyyətləri buz kimi vurur. Maşınımızda nəinki bugün, indidən sonra normal sürsən 2 il, 3 ildə 1 manat belə xərc tələb eləməyən maşındır. Motoru açılmayıb maşınımızın. Yağ yemək, yağ azaltma yoxdur. Korobkadır, razatkadır, moslardır, qranatlardır, balakardandır, kardanlardır. Hamısı super vəziyyətdədir. Drajeniya, səs-küy yoxdur maşında. Maşınımız üstdən bir dənə asfalt olunub, detal dəyişilməyibdir. Bakabinlərinə kraska dəyməyibdir. Yəni maşınımız çox gözəl maşındır. Yəni səssiz, küysüz maşındır. Rasxodsuz maşındır. Yəni dağ yeri üçün, yolsuzluq şəraitindən çox uyğun maşındır. Başqa da kim istəyir gəlib baxa bilər. 2012-nin maşını. Bəli, 2012. Nə vaxtdan sizdə? Maşın atamın maşını idi, mənə veribdi. Atam özü Niva ustasıdır mənim. Nivaların təmiri ilə məşğuldur. Bəli. Allah can sağlığı versin. Çox, Bakıda servisdə işləyir. Nə vaxtdan yəni atanızdaydı maşın? 5 il olar atamda olubdur. Aform atanızın adına. Bəli də, yəni. Amma alan adama 1 illik verə biləcəkmi? 100%. Bəli. Allah yaxşı. Alan adama 1 illik davranış verəcəyik. Texniki baxışı, sığortası? Hamısı qaydasındadır. Radar yox, cəriməsi yox, texniki baxışı var.
Sığortası təzə keçibdi. Harca 2 ay olar sığorta keçən. Sığortası ödənilən yəni. Xərclərini soruşmayaq da, yəqin kişi hamısını əldən çıxardı. Hər şey əldən çıxıbdı. Heç bir, yəni gəlib baxan adam üçün 1 manat belə xərc tələb eləməyən maşındır. Yəni bugünkü gün üçün demirəm. Bundan sonra bir normal adam sürsə, bir 2 ildə 1 manat qoyub sürə biləcək bunu. Yəni kondisioner əvvəldən olubdu yoxsa sonradan quraşdırılıb? Kondisioner əvvəldən olmayıb, sonradan quraşdırılıbdı. Yəni ucuz kondisionerdən deyil, 5-600 manatlıqdan deyil, 1800 manat kondisionerə tək kondisionerlə pul verilirdi. İş verirmi yəni? Maşını çox gücə salmır. Xeyr, maşını heç gücə salmır yəni. Maşını kondisioner buz kimi vurur kondisioneri. Maşında motoru gücəndirmir yəni. Getməyində, radına problem yaratmır, şükür Allah. Hər şeyin siz demisiniz ki, motorda problem yox, korobkası yaxşı, hər şeyinə cavabdayım. Deyirsiniz hamısı yaxşıdır. Hər şeyinə cavabdayım, bəli. Benzin nə qədər çıxan yandır? hər bir probleminə ya yerində aradan qaldıracaq problem yoxdur. Əgər işin dəmirdir, hər hansısa bir problem çıxası da olsa, qiymətindən çıxılacaq problem ya da yerində aradan qaldırılacaq. Qiyməti 10700. Yanacağı nə qədər yandırır? Yanacağı trasda az yandırır. Hardasa 8, 7 yarım yandırır trasda, amma şəhərdə 10, 9 yarım bu civarda yandırır yəni. Maşınımızın kraska vuruldu. Kraska, opşi kraskalanıb maşın. Asfalt Hazırda olubdur yoxdur, da. kosmetik işi. Bir amma dəyişən detal yoxdur. Dedin sən, onu bildik. Şüşələri yaxşıdır. Şüşələr yaxşıdır. Qalaq paspesi təzə dəyişmişəm. Ön aynalar düymə ilə mi qalxır, yoxsa əlləndi? Əllə, düymə ilə idi, amma əllə elətdik. Mən əllə elətdirdim yəni. Oturacaqlar da yaxşıdırmı? Oturacaqları təzə üzlətmişəm, hamısı yaxşı vəziyyətdədir. Maşınımız normal maşındır. Bəli. 10700-ə də deyirsiniz. 10700 deyirəm, real alıcı ilə də razılaşa bilərəm. Bütöv eləmək olar onu. Gələn adam üçün danışmaq olar. Əsas odur əlaqə saxlasınlar. Əlaqə saxlaya bilərlər. Əlaqə nömrəsini xatırladın. 070 346 8404. Hansı rayona gəlsinlər? Qax rayonundan gəlmişəm, Qax rayonundan. Uğurlar arzu eləyirəm. Çox sağ olun, var olasınız. Alana satanda Allah xeyir versin. Hə, siz də sağ olun, təşəkkürlər. Çox sağ olun. Qardaş, xeyirli olsun. Sağ olun, çox sağ olun. Sizdə də 07 maşın. Bəli. Buyurun, məlumat verin bilək, necə maşındır? Maşının heç bir problem yoxdur. Maşın 3 ildir bizdədir. Sənədləri, hər şey qaydasındadır. Bir dənə problem yoxdur. Aform olunubdur yoxsa etibarnamədir? Xeyr, öz adımızadır. Öz adınız olan maşın. Texniki baxışı, sığortası Hələ var vaxtına, 6 ay var. 3 il içərisində xərc çəkdinizmi maşınıza? Bəli, Mühərrikini yığdırmadınız? bəli, mühərriki 0-dan yığdırmışam zövqümə görə. 06 olur da bunlarda mühərrik. Bəli, 03 motordur. 03 mühərrik. İl neçə idi? 2005 enjektordur. Hə, o vaxtda 03 olub yəqin. Bəli. Necədir? Əsas odur ki, mühərrik yaxşı Maşının heç olsun. bir problem yoxdur, rahatçılığı. Yağazlatması yoxdur ki, yəni Xeyr, mühərrikdə. xeyr. Səsi də yaxşıdır. Bəli. Korobka necə? Korobka hər şey sazdır. Atması, səsi. Heç bir 5 şey olar da yəqin ki. Bəli, 5-dir korobka. Difer necədir? Yaxşıdır hər şey. Səsi yoxdur. Xeyr, maşını öz zövqümə görə yığdırmışam. İçinə başını, salonunu, cavan stil yığdırmışam maşını. Maşın tek motoruna 1600 manat xərcim çıxıbdı. Yəni noldan öz zövqümə görə yığdırmışam. Altı necədir? Polo. Yaxşıdır hər şey. Çürüyü, pası. Xeyr. Yox, Danqrat yerləri salamatdır. bəli. Danqrat yerin bir dənəsi biraz çürüyən kimi olubdur. Heç bir problem yoxdur başqa. Peredokda səs-küy yoxdur. Xeyr. Təkərlər yaxşıdır. Təkərlər indən belə gedə bilir. Önlər 5-6 biraz ay. zəiflik, Hə, amma biraz arxalar zəiflikdir, normaldır. biraz amma gedəcək. Dəyişilənlərin də deyin də bizə. Dəyişilən detalı yoxdur. Üstəyə baxmışam, mən başım çıxmır. Deftçi yoxdur. Yəni Qapı, maşın- krel, kapotam sözününki. Bəli. Kraska yəqin ki, əvvəllər vurulub bir neçə dəfə. Bəli, kraska vurulubdu. Kosmetik işi Motorxanaya necə? vurulmayıbdı kraska. Bir dənə çöldən çölə kraska. Hazırda alınıb. kosmetik işi yoxdur. Xeyr, Maşınımızın şüşələri təmizdir, qırığı çatı yoxdur ki. xeyr. Əllə mi qalxır yan aynalar? Xeyr, əllə qalxır. Əllədir, də. Üstün üstü təmizdir. Bəli, bəli. Cüzi Heç bir bir çat var, problem o da yox. heç bilinmir. Oturacaqlar sürücü tərəfdə acına yeyilmə var elə bilir, Bəli. O da Səs sistemdəki sadə Bəli. səs sistemdir, hə? 4 dənə kolonka alıb qoymuşam, bir dənə maqnitofon alıb qoymuşam. Zəif deyil, xeyr. Yəni, Normaldır da? Bəli, normaldır. Maşınımızın qiyməti neçədir? Maşınımızın qiymətini 5400 manata deyirəm. Real alıcı olsa endirim eləyərəm. 5400 manat. Bəli. Son fikir 5-dir. Bəli, 5-ə zəif vurarlar. Razılaşarım. Hara gəlsinlər? Elə Bərdədə qalın. Əlaqə nömrəsində. 050 373 41 19. Allah xeyir versin. Sağ olun. Siz də sağ olun. Xeyirli olsun qardaşım. Çox sağ olun. Allah köməyiniz olsun. 06 maşınınız. Bəli, 06-dır. Buyurun məlumat verin. Biz detaldır. Yəni detalı dəyişilməyib də.
Kosmetika yaxşı səviyyədədir, yaxşıdır. İli neçədir? İli 99-unda 1999-da elə bir. Sizdə nə vaxtdan? Bizdə 3 aydır bizdədir. Prosta elə bir biz özümüzə inamarka almaq istəyirik. Ona görə yəni inamarka almaq istədiyimizə görə satırıq. Yaxşı maşındır, heç satmaq istəməzdik. İzləyicilər də deyəcək 3 ay içərisində bu satırsa bu alverçidir, alıb satır. Xeyr, elə Alıb satmaq olar amma olar, amma mən alverçi deyiləm də. etibarnamə ilə işlədirsinizmi? Bəli. Vaxtına var, Daverin üstünə bəli var. texniki baxışı, sığortası. Sığortasının vaxtı elə bir bitib. Qutarıb da sığortasının vaxtı. Elə bir indi biz onu da inşallah yəni yan-yön eləyərik də, hər bir şey qaydasına qoyarıq. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Sadəcə zövqümüzə uyğundur. Salonuna əl gəzdirdik. Yəni salonu yaxşı səviyyədədir. Mühərriki yırtdırmadınız. Xeyr, mühərriki yaxşıdır. 06-dır mühərrik yoxsa? Bəli, 06-dır. Korobkada 4 skorusdur. Mühərrikdə yağ azaltma, səs, Xeyr, elə bir şey yox. korobkanın atması, Xeyr, yox. diferin səsi. Xeyr. İdeal səviyyədədir, yaxşıdır, otur sür. Pol necədir? 6. Qəşəngdir, yaxşıdır. Çürüyüb pası. Xeyr. Olanlar çıxıb yoxsa heç olmuyor? Kosmetika olunub da. Yəni mən almamışdan qabaq kosmetika yəni olub. Detaldakı yəni yaxşıdır. Radmo elə bir detaldır. Yaxşı Danqırat səviyyədə. yerləri salamatdırmı? Bəli, salamatdır. Öndə vəziyyət necədir? Pedokda. Öndə yaxşıdır. Daşkəsəli yolda səs eləmir ki. Xeyr. Təkərlər normaldır. Bəli, normaldır. Gedər. Dəyişən deyirsiz yoxdur. Xeyr. Detal dəyişilmir. 3 ay içərisində bilmək olurmu? Deyirəm bəlkə sizdən əvvəlkilər dəyişdirib. Xeyr. Biz yəni mənim özüm anlayışım elə olmasa da, yəni mən bilən ustalar var da, yəni onlar mənə yəni deyiblər ki, detal dəyişilməyib. Kosmetik işi var. Kosmetik xeyr yoxdur. İdeal səviyyədədir. Yəni özünüz də çəkilişdə çəkdiniz və Şüşələriniz ədəsi yox, qırığı çatı. xeyr. Yan aynalar əlləmi qalxır? Bəli. Əllə. Stiklopodyomnik yoxdur. Aha. Şitin üstü qəşəng çuxol çəkilibdi. Bəli. Onu xəbərimiz özümüz yoxdur. yığdırmışıq elə bir o. Oturacaqlar da yaxşıdır. Bəli, xeyr. Qəşəngdir, ideal səviyyədədir. Əlavə də kim sual olsa sizlə əlaqə saxlaya bilər. Bəli. Qiymət neçə deyirsiniz? 5-4-ə deyirəm. 5400. Bəli. Danışıb razılaşmaq da olar. 5-dən Yox, aşağı yox. düşmək olacaq. Yoxsa son fikir 5-dir. Yox, 5-dən aşağı xeyr. Yəni 5-dən aşağı heç fikirləşmirəm də, yəni 5-dən aşağı verməyə. Əlaqə nömrəsini deyin də. 010 455 28 28. Əlaqə saxlaya bilərlər. Hansı rayona gəlsinlər? Beyləqan rayonunda hal-hazırda. Uğurlar arzu eləyirəm. Sağ olun. Allah köməyinizdə olsun. Allah Siz də sizi sağ var olun. etsin. Təşəkkürlər. Sağ olun, çox sağ olun. Xeyir olsun qardaşım. Sağ ol, Allah köməyiniz olsun. Maşınımız Lada Priora. Bəli. Buyurun, məlumat verin. Bilək necə maşın İli maşınımız? 2008-dir, 6300-ə deyirəm. Yaxşı maşındır, pis maşın deyil. 2008-in maşını. Bəli. Sizdə nə vaxtdandır? Bizdə arası 3 il olar. Aformutdurmu, etibarnamədirmi? Aformut. Öz adınız olan maşın. Bəli. Bir illik etibarnamə verə bilirsiniz. Bəli, fon. Texniki baxışı, sığortası varmı? 1 illik damız. Təzə keçmişəm. Alandan sonra xərc çəkmisiniz? Alandan sonra bəzi yerlərinə belə müəyyən, o da sürülən maşını xərc etməlisən lan. Müəyyən yerlərinə, nə bilim, təzə diskilər almışam. Nə qədər sürüldüyü bilinir maşınımızın? Kilometri, Onu probek. yalan deyərəm. Mühərrik necədir? Yaxşıdır, pis deyil. Yığdırmamısınız? Qabağım vurmuşam, orasını biraz yığdırmışdım. Yox, mühərriki deyirəm. Yox, yığdırmamışam. Yağ azaltması çoxdur. Yağ azaltması elə də çox deyil. Dəyişəndən dəyişəndə əlavə eləyirsiniz yoxsa ehtiyac olmur? Xeyr, ehtiyac olmur. Korobkası necə? Karofkası yaxşıdır, 5 karofkadır. Atma səsi yoxdur. Təzə yığdırmışam karofka. Korobkanı yığdırmısınız. Bəli. Öndə vəziyyət necədir? Granatlardır, peredokun ümumi vəziyyəti. Qəşəng vəziyyətdə hamısı. Səs-küy yoxdur ki? Səs kimi. Olmasın. Təkərlər yaxşıdır. Təkərlərin 4-ünü də təzə almışam. Təkərlər normalını. Altı necə? 6-dakı yaxşıdır. Çürük pas polunda. Bir balaca deyil, o görsənən yerlərindədir sürüklər. Başqa cür heç nə yox. Dəyişilənlərini də deyin də bizə. Qapı, krel, kapot. Heç bir şey dəyişilməyib. Sadəcə olaraq bir dənə qabaq buferi dəyişilib. İndi də zədələr var elə bilirəm, ha, yoxsa? Bir də ki bu faraların həmən bir şeydir. Maşını vuranda bir faraların biri qırılıb. Başqa cür maşın rəngi də elə bil birinin tündür. alt dumanlılardakı evdədir, vardı. Kosmetik işləri var. Kosmetik işləri birinci il var. Kraskalansa daha yaxşı Hə. olar. Əvvəl kraskalanmış olar, hə?
Mən kraskalatdırmamışam. Salam, salam xaloğlu, nətərsiz? Təzə sahibi kraskalatdır. Şüşələri necədir? Şüşələri Qırığı yaxşıdır. çatı var, yoxsa Qırığı yoxdur? çatı yoxdur, yox. Normaldır. Yan şüşələr önlər düymə ilə işləyirlər. Önlər düymə ilə də qırılıb indi. Bəs nə ilə qaldırırsınız? Qalxıb yenirlər, içərdən düzəltdirmişik. Şitin üstü təmizdir, eləmi? Yox, Şitin üstü çiçək kimidir. Oturacaqlar. Qapına çiçək baxıb. Oturacaqlar da ki, normaldır da. Onun sərgəli bir maşın. nə deyirlər ona? Rus dilində podqalovnikdir, bilmirəm. Bu baş qoyulan yeri varmı yoxsa? Var, var. Onları özüm çıxartmışam. Siz çıxartmısınız. Belə də maşınımız normal maşındır. Qiymət kondisioner yoxdur. Kondisioneri yoxdur. Qiyməti neçə idi? 6300. 6300 Real alıcı olsa, deyirsiniz. real alıcı olsa danışarıq. 5800 sayan olsa 500 endirim eləmək olar. Eləmək olar. Xərcləri də var maşınınızın. Eləmək olar. Əlaqə nömrəsini xatırladın? Əlaqə nömrəsi 050 401 83 93. Hara gəlsinlər? Ağdama. Uğurlar arzu Uzanmıyor. edirəm. Çox sağ olun. Siz də sağ olun. Qardaş xeyirli olsun. Çox sağ olun. 07 təşəkkür maşını. edirik. Bəli, bəli. Buyurun məlumat 2000 verin. Bilək necə maşındır? 2007-ci ilin injektor 07-sidir. Dəyişən detalları çox azdır maşının. Tex motor sığortadan təzə keçib. Akkumulyator təzə, təkərləri təzə. Yəni maşın super vəziyyətdədir. Qəbələ maşındır. 5 ildir bizim qapıdadır maşın. Yəni gözümüz Neçə ildir kimi sizdədir? 5 il. 5 ildir. Bəli, Aformutdur yəqin ki. Bəli, bəli, bəli. Axşamlarımız aformutdur. Yəni salonda, maşında çürükdən, pasdan söz ola bilməz. Yəni otur sür maşın. Yəni, Mühərrik dediniz nədir mühərriki? Mühərrik öz motoru. 06. Bəli, bəli. Necədir mühərrikin vəziyyəti? Mühərrik superdir. Motoru, xadavoyu hamısı yaxşı vəziyyətdə. Yağ azaltması, səsi, Qətiyyən, ya çürükdən, pasdan, yağ azaltmadan heç nədən söz ola bilməz. ötürücülər qutusu, korobkası. 5-dir. Atma səsi yoxdur ki. Yox, qətiyyən söz ola bilməz. Yəni maşın tam ideal vəziyyətdədir. Diferdə vəziyyət necədir? Diferdə superdir. Səs yoxdur Yox, ki. milli belə olsun, səsi yoxdur. Altında çürük yoxdur. Qətiyyən çürük yoxdur maşının. Danqrat yerləri salamatdır mı? Bəli, bəli, salamatdır. Maşın bir müddətdir sürmürdük. Başqa maşın var qapıda. Hardasa Saxlamışdınız, eləmi? Bəli, Çürüyüb də indi Qəbələdə nəmişdi olan Belə, yeri. yəni baxmışıq maşına, sürməsəkdə baxmışıq. Peredokda vəziyyət necə? Peredoku da super. Yəni Səsi küyü yoxdur ki. Qətiyyən. Oturub yəni sürürsən bir tıqqıltı belə olsun yoxdur. Təkərlər təzədir deyəsən. Təkərləri, diskləri hamısı təzədir, yəni təzə boyanıb diskləri də. Təkərləri də təzə taxılıb üstünə. Maşının şitində, nə bilim, Dəyişilənlərini də deyin də bizə. Dəyişilən bir dənə qabaq krılosudur, sağ krılodur. Sərnişin tərəf. Bəli, bəli, Ön sərnişin kril tərəf. dəyişir. Yəni başqa Kosmetik işləri varmı? Kosmetik işləri bir dənə maşın parlovka ehtiyacı var. Yəni gördüyü kimi biraz rəngi Nəsə xırda-xırda zədələr görürəm. Yox, Gözəlləşdirmək üçün elə bunlar bir yüngülvari, yəni biraz boya ehtiyacı var. Parlovka ilə də yola gətirmək olar, amma tək Şüşələri qabaq necədir? krılosu şüşələri Qırıq-çat yoxdur ki heç birində. Heç birində. Düymə ilə mi qalxır, əllə mi qalxır yan şüşələr? Əlləndirlər. Əllə qalxır. Şitin üstündə çatlar var bir neçə Bəli, xırda dənə. çatlar var, bəli. O gələndən heyrədir. Yəni biz Oturacaqlar maşına yaxşıdır? baxmışıq. Bəli, bəli, super vəziyyətdə. Çol çəkilib, hə, yoxsa? Bəli, bəli, çol. Çol çəkilib. Orijinalları yəqin ki yaxşı olar. Bəli, bəli, orijinalları. Hətta da monitor zırh var. yoxdur. Bəli, bəli, monitoru var. 6 dənə 650-lik Pioneer'in orijinal kolonkaları. Bir dənə 9450 maqnitofon ikinci yerdə yerləşir. Maşında 2 maqnitofon var. Biri monitordur, biri başqa maqnitofon. İkisi də ayrı-ayrı qoşulub. Görüntü kamerası yoxdur ki. Yox, görüntü qoşdurmamışıq, onun üçün vaxt olmayıb. Yəni belə ideal maşındır. Yəni razvalı yox, nə bilim motorunda səs yox, yağ yemə yox, piriboyluq yox, heç nə. Yəni çiçək kimi maşındır. Yəni 5 ildir bizim qapıda olan bir maşın. Qiyməti neçədir? Qiyməti 5700-ə deyirik. 5700-ə Bəli, deyirsiniz. Endirim eləsək neçə? Endirim eləsək 5500-ə, 5400-ə maşının yanında yəni endirim eləmək olar. 5-ə vermək olmaz. 5-ə xeyr. 5-ə xeyr, çünki bu maşın Əlaqə nömrəsini deyin də. Əlaqə nömrəsi 050 527 2129. Maşın da Qəbələdə. Bəli, bəli, maşın Qəbələdə yerləşir. İndi inşallah işimiz alınar, alınmasa maşın Qəbələdə olacaq. Gəlsinlər həm istirahət eləsinlər, həm də maşınınıza baxsınlar. Qonağımız olsunlar. Uğurlar arzu edirəm qardaş. Təşəkkür edirəm, çox sağ olun. İnşallah bu gün satıb gedərsiniz. İnşallah. Təşəkkür, sağ olun. Təşəkkürlər. Qardaş, Allah xeyir versin. Sağ ol qardaş. Maraqlı rəngi olan bir maşın gətirmisiniz. Bəli. 014 gedir elə maşınımız. Buyurun, məlumat verin, bilək necə maşındır. 2007-nin maşınıdır. Bez problemsiz, çürük sarıq yoxdur. Ekranı zavod öz ekranıdır. Bir dənə sağ kril dəyişilib. O da mən belə bilirəm də, ustayam deyə bilirəm. Çox adam baxa bilmir. Nə vaxtdan sizinkidir maşın?
7 aydır məndədir maşın. Aformutdurmu, etibarnamədirmi? Yox, etibarnamadır. Vaxtına varmı? Var. Texniki baxışı, sığortası. Hamısı da deyiləm ki. Alandan sonra xərcləriniz? Xərclərim periodokların hamısını yığmışam. Karafkasıdır, Taşka periodosludur, nə bilim. Xadava sistemidir, tok sisteminin hamısını düzəltmişəm. Motorunu Təkərlərdir. yığdırmadınız mühərriki? Bəli. Mühərriki yığdırmadınız? Yox, hər içində problem yox deyə heç nə rəddəməyim. Bir dənə qlapan reqolatlaşmışam sizə. Yağ azaltma səs. Heç nə. Korobkası da yaxşıdır. Siz yığdırmısınız korobkanı? Hamısı, hə. Periodokda səs-küy, Heç nə. qranatları Heç. hamısı salamat. Hamısı salamat. Ekranda deyirsiniz əl dəyməyib. Səkkimin. Təkərlər Dördünü də yaxşıdır. təzə almışam, 3 aydır. Altı necədir? Polo. Altında çürük çarıq yoxdur, heç nə yoxdur. Tərtəmiz. Olmayıb ümumiyyətcə. Yox. Maşınımızın dəyişəni bir dənə ön krel deyirsiniz, Bir dənə dəyişiklikdir. krel deyil. Sərnişin tərəfdən. Sağ tərəf, hə. Kraska necə? Kraskası idealdır, kraskaya Yox, ehtiyac yoxdur. vurulubdur. Kraskası dəyişilibdir bunun. Hə, bu rəng olmayıb, Bu eləmi? rəngdə 014 yoxdur. Elə mənə də maraqlı olan bu Bu rəngdə rəng. 014 yoxdur. yox. Rəng fərqli bir rəng gördüm. Sənəddə qeyd olunub. Bəli. Kosmetik işi yoxdur ki hazırda. Yox. Maşınınızın şüşələri necədir? Qırığı çatı yoxdur ki? Yox, 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 heç nə. Önlər düymə ilə qalxır. Bəli. Sizdə qızdırıcısız var maşının. Aha. Zavoddan gəlmədimi? Hər 0 yox, zavoddan gəlmir. Hər 014 olmur da iştirasında. Şitin üstü təmiz. Hə. Oturacaqlarda yoxdur ki, cırıq Hamısı sökün. çəkimdir, yox. Aha, oturacaqlar da yaxşı. Aparatura. Aparaturası 4 kalanka bir basovkadır. 2 dənə də sulter var. Basovkanın adını 2, 4 dənə kalankanın adını 2. Bahalıdırmı yoxsa? Hə, hə. Maşınımızın öz dəyəri neçə? Öz dəyəri 7800-ə deyirəm də, real alıcı olsa razılaşma olar. 7800-ə deyirsiniz. Endirim diləsək 7200. Yox. Verməyəsiz o qiymətə. 7-5-ə seçmək olar. Danışma olar da, real alıcının yanında gəlsə danışma olar. Hansı rayondasınız? Tərtər. Əlaqə nömrəsini xatırladın. 051 676 53 53. Allah xeyir versin. Sağ olun. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Sağ olun. 07 maşınınızı satırsınız. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır? İli 2007. Ondan sonra Karofka 5, enjektor motor. Motorunda yağ azaltma, yağ yemək yoxdur. Saat kimi işləyir motoru. Sizdə nə vaxtdandır? Hardasa olar da 6-7 ay olar. Etibarnamə yoxsa aforma? Etibarnamə ilə. Vaxtına varmı? Var, hələ var. Texniki baxışı, sığortası. Texniki baxışın 2 ay qalıbdı ikisində qurtarmanın. Amma belə vardı hələ ki. Alandan sonra xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Demək olar ki, heç nə. Hazır vəziyyətdə almışam maşını. Polnu dolu. İndi hazırda problem varmı? Xeyr, heç bir problemi yoxdur. Mühərrik Polnu dolu 06. maşındır. 06-dır bəli. Deyirsiz yağ azaltması yox, səsi yox. Heç nə. Korobkası da yaxşıdır. Karofkadakı saat kimi. Atma Diferli yox. mostunda qəti uğultu, nə bilim, səs deyilən şey yoxdur. Olmasın. 6 necədir polo? 6-dakı üstü kimi. Zədə heç olmayıbdım, yoxsa olanları çıxarıblar. Zədəsi belə deyim ki, dəyişəni var. Maşının Krellər. özünü dəyişən. Yox, altından söhbət Yox, altında heç bir şey yox. Danqrat yerləri salamat. Bir dənə bu tərəfdə çürüyü var. Sürücü Sol tərəfdə. tərəfdə. Öz danqratını qoymaq olur, yoxsa hələ ki ehtiyat eləyəcəksiniz? Da yəni istəyən adam dəyişə bilər. Periodokda vəziyyət necə? Periodok çiçək kimi, təptəzə yox. Daş Da yəni kəsəkli yolda sıfırdan səs yığılıbdır. eləmir ki. Heç bir dənə çıxıltı da yoxdur. Təkərlər yaxşıdır. Təkərlər da yəni qışı çıxartmaq olar. Aha, normaldır. Deyirsiniz ki, dəyişilən var. Hansılardır? Sağ-sol kreldir dəyişən. Önlər, hər Bəli. ikisi. Başqa dəyişəni yoxdur. Kraskadakı tam vurulub. Tam, hə. Hazırda kosmetik işi yoxdur ki. Xeyr. Maşınımızın şüşələri necə? Qırığı, çatı olan yoxdur ki. Şüşələr təzə şüşələrdir. Qabaq fioletli patpresdir. Benson. Benson. Acana çatı var, amma aşağı hissəsində, qara hissədədir. Ona daş dəydi gələndə. Dördündə də düymə gördüm yan aynaları. Hə, arxa da podilnikdir, qabaqda. İşləyirlərmi? İşləyir, hamısı işləyir. Şitin üstü də çıxollanıbdır. Bəli. Oturacaqlar yaxşıdır, cırıq sökük yoxdur. Yox. Arxaları klyonka çəkmişsən, elə biləm yaxşıdır. Yaxşıdır, hamısı saz vəziyyətdədir. Bahalı səs sistemi yoxdur. Səs sistemi 7150 göy ekrandır. Usul teldəki ənkələrdəndir də belə deyim. Bahalıdır Kalonkadakı 10 dənə kalonkası var. Ay maşallah. Pioneer. Nə qədər qiymət var ümumi dəyəri? Aparaturanın. Aparaturan onlar da 900-800 manat qiyməti var. Maşınımızın öz dəyəri neçə?
Maşındakı 7000-ə deyirəm, real acı olsa razılaşaram. Nə qədər endirim eləyək? 500 endirim eləyək. 400 manat indirim eləyərəm. Arada 100 manat söhbəti var da. Qoy elə 500 eləyək, gəlsinlər. Əlaqə nömrəsində 6500 gəlsinlər. yəni son olacaq. Əlaqə nömrəsində gəlsinlər. 050 714 0781. Hansı rayona gəlsinlər? Zərdəf rayonu. Uğurlar arzu eləyirəm. Çox sağ olun. Siz də sağ olun. Qardaş, xeyirli olsun. Çox sağ ol qardaş. 06 maşınınızı satırsınız. Bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır? Maşının ili 2001-dir. Təmiz bez detaldır. Nə vaxtdan sizinkidir? Öz adımızadır, şəxsi avtomobilimizdir. Aformut öz adınıza. Bəli, texpasportda öz adımızadır. Nə vaxtdan sizdədir? 5 ildir maşın özümüzdədir. Ay maşallah. Hazırda texniki baxışı, sığortası var mı? Var, bəli, hamısı var. Bir illikdə etibarnamə Bəli, verirsiniz. satan adama, alan adama bir illik etibarnama veriləcək. Mühərrik 06-dır. 06, Karovka 4, Diferdə səs yox, Hadavoyda çiçək. Motoru nə zaman yığdırdınız? Açılmayıb motoru. Zavoddan Bəli, necə bəli. yığılıb o? Necə gəlib elədir, əl açılmır. Yağ azaltması onda çoxdur. Xeyr, yağ azaltması yox. Səsi də yaxşı. Qəşəng. Korobka necə? 4-dür, səsi küyü yoxdur. Atması yoxdur. Xeyr, yox. Difer də səs. Yoxdur. Pol yaxşıdır. Yağlanıb maşın o şey, içi. Çürüyü yoxdur ki. Xeyr. Danqrat yerləri salamat. Salamat, əla vəziyyətdə. Peredokda vəziyyət necədir? Qəşəng, yaxşıdır. Daş kəsəli yolda səs eləmir ki. Super. Təkərlər necə? Təkərlər Təzədir, yaxşıdır. təzədir. Təkərlər yaxşı. Bəli. Dəyişilənləri, Bez detaldır. qapı, krel, kapot, Tərtəmiz bez detaldır. heç biri dəyişilmir. Heç bir şey. Nə gözəl. Kosmetik işləri var. Xeyr, yox. Kraskalanmış olar amma. Bəli, çöldən çölə maşın kraskalanır. Elə bu rəng olubdu mu, yoxsa rəng Bəli, dəyişdi? bəli, öz rəngi Öz olur. rəngi. Şüşələr yaxşıdır. Svetno şüşələr. Qırığı çatı yoxdur. Xeyr, yox. Əllə qalxır yan aynalar. Yox, ruska ilə. Hə də, yəni mexanikidir. Ha, mexanik. Şiti təmizdir. Çatdı axsadı yox, yoxdur. Oturacaqlar təmiz. Yaxşıdır, yaxşı vəziyyətdədir. Hə, maşınınızın qiyməti Son qiyməti 6000. endirim eləməyək. Xeyr, yox. Hansı rayondasınız? Ağcabədi rayonu. Əlaqə nömrəsini xatırladın. 051 913 03 63. Allah xeyir versin. Çox sağ olun. Allah sizdən də razı olsun ki, gəlib belə çəkib işıqlandırırsınız. Təşəkkürlər qardaş. Çox sağ olun. Qardaş, Allah xeyir versin. Çox sağ ol. Maşınımız Mercedes 190. Bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır maşınımız? İli 89 çox ideal vəziyyətdədir. Bir dənə rəng sistemi istəyir. Başqa hər biri idealdır. Daim işlətdiyi maşındır. Bəli. Neçə ildir daimdadır maşın? 3 ildir. Aformut olunub yoxsa etibarnamədir? Aformut olunur. Öz adında olan maşın. Bəli. Bilmədin, alandan sonra xərc çəkin maşını yoxsa elə necə alıb o vəziyyətdə? Necə alıb elə o vəziyyətdə də sürürük. Sənədləri necə? Texniki baxışı, Hər bir sığortası. şey qaydasındadır. İstəyən adama da bir illik verə bilir, hə? Etibarnamə. Bəli. Maşınımızın mühərriki nədir? 2 motor mexanika. Benzindir. Bəli. Mühərriki nə zaman yığdırdı? Mühərriki ilə alandan sürürük, yığdırmamışıq. Yağ azaltması, səsi. Xeyr, hər bir şey idealdır. Korobkası nədir? Avtomat? Xeyr, mexanika. Mexanikadır. 5 olur önə. Bəli. Atma 5 səsi karovkadır, yoxdur. 2 motor. Hər bir şey idealdır. Diferində, karovkasında heç bir səs yoxdur. Diferdə yaxşıdır. Bəli. Pol necədir? Pol ideal vəziyyətdədir. Heç bir çürüyü, sarığı yoxdur. Bir dənə kraska sistemi istəyir, kosmetik Polda işi. yaxşı. Öndə vəziyyət necə? Peredokda. Hər bir şey idealdır. Maşında heç bir xərid istəmir. Bir dənə kraska sistemi istəyir maşın. Daş kəsəli yolda səs eləmir ki. Bəli. Daş kəsəli yolda səs eləmir ki. Yox, elə istəyən sürüb yoxlayıb baxa da Təkərlər bilər. yaxşıdır. Eyni təkərlərdir, yoxsa fərqli təkərlərdir? Yox, arxalar fərqlidir, qabaqlar. Amma elə biləm yaxşıdır təkərlər. Hə, idealdır. Təkərlər də yaxşıdır. Dəyişilən qapı, krel, kapot. Yəqin ki, dəyişəni var da. Bu indiyənə kimi 89-cu 89-cu ildən qalandan yəqin dəyişər. Aha, maşınımızın dəyişsiz kosmetik işləri var. Bəli. Luk da var. Bəli, luku da var. Luk işləyir bilmirsiniz? Yox, luk işləmir. Kondisioner necə? Kondisioner yoxdur. Ön alın şüşəsində də çatlar var. Bəli. Yan şüşələri əllə qalxır yoxsa düymədir? Yox, əllə qalxır. Əllə qalxırlar. Şitin üstü təmizdir. Hər bir şey. Oturacaqlara çol çəkilibdir. Biraz Orijinal sürücü tərəfdə Orijinal özünün çolunda çolları var. toppası var. Bir dənə çol cırılıb. O da sürücü tərəf. söysə zavod çolları çıxacaq altından. Bəli. Belə də maşınımız normal maşın, əsas qiymətidir. Əsas da qiyməti 4500 verən olsa, yəni verər yaparar. İndirim eləməyək.
endirim yəni real alıcı eləyərik. 4-ün özünə verək 4000. Yox, 4-ün özünə yox. O qiymətə istəmirsiniz. Əsas o əlaqə saxlasınlar. Nömrəni də zəng eləsinlər. 050 443 78 70. Hansı rayondasınız? Ağzıvəd rayon Hindar qəsəbəsi. Uğurlar arzu eləyirəm. Sağ ol, sağ ol. Siz də sağ olun. Qardaş xeyirli olsun. Sağ ol qardaş, Allah kömək. 06 maşınınızı satırsınız. Bəli, bəli. Buyurun məlumat verin. Bəs necə maşındır? İl 2004-dür. Motor 06-dır. Karovka 5-dir. Sonra karbürator sistemi, radiator hamısı təzə gəlir. Perodok sistemi təzə gəlir, moldan gəlir. Ondan əlavə qabaqda acı vuruğu vardı, onu düzəltdik. Başqa heç bir problem yoxdur. Yəni perodok sistemi təzə gəlir, moldandır. Problem yox. Otosur maşını. Nə vaxtdan sizdədir? Məndə 8 aydır. 8 ay? Bəli, bəli. Aformutdurmu, etibarnamədimi? Yox, general davranışdır. Vaxtına var? Bəli, var. Texniki baxışı, sığortası? Bəli, bəli, hamısı var. Sənədlər qaydası? Bəli, bəli, hamısı var. Xərcləriniz nə olub? Xərclərimiz perodok yığdırmışam. Sonra təkərlər elə alanlar üstündədir, təkərlər dəyilməyib. Ondan əlavə radiator təzə yığılıb. Mühərriki yığdırmadınız? Motor yox, motor yox. 06 motordur. Bəli, bəli, 06 motordur. Yağ azaltması, səsi, motor yaxşı. Karovkası? Karovkası 5-dir, heç birindən atması yoxdur ki? Xeyr, yoxdur. Var idi, yığdırmışam. Hə, düzəltdirmişsiniz. Bəli, Difer necə? Diferində yoxdur. Diferi yaxşı. Polda? Polda heç bir şeyində problem yoxdur. Çürük pası yoxdur ki? Xeyr, xeyr. Yəni qaldırıb yağmada da baxıb bilərim. Perodok necə? Perodok da yaxşıdır. Təkərlərdə iki tərəfdən yeyilib təkərlər. Bəli, Dördündə də var elə bir problem. Cüzi var. Yəni alan adama endirim olunacaq. Qapı, krel, kapot, dəyişilənlər. Kapot yox, bir dənə də o sağ krel dəyişilib, başqa heç bir şey. O biriləri zavoddan gələnlər. Bəli. Kosmetik işi var? Kosmetik işi cüzi kosmetik. Bozarma varmı yoxsa çirklidir maşınınız? Yox, çirklidir maşın. Şüşələr necədir? Qırığı çatır? Şüşələr xeyr. Şüşələr hamısı qaydasında. 2 dənə qabaq tərəf podyomnikdir, qalxır. Düymə ilədir. Bəli, bəli, düymə ilə qalxır, amma arxalar yox, arxalar özüm bağlamışam. Şüşələr hamısı dediyi şüşələr yaxşı. Bəli, bəli. Şitin üstündə heç bir çatda zad heç bir şey. Cüzdə var o da. O elə belə şeydir. Yəni şüşələrin heç birində çatda. Oturacaqlarda da sürücü tərəfdə süzülmələr var. Hə, oturacaqlar öz oturacağıdır, yəni ijindir. Yəni maşınınız normal maşında aparatura sistemində tamamilə söhmüsüz. Aparatur sistemi bəli var idi. 2 manatlıq aparatur sistemi var idi, özüm çəkmişəm. İstəyən olsa yığmaq olar yoxsa? Bəli, istəyən olsa yığmaq olar, niyə olmaz? Maşınınızın dəyəri neçə? Qiyməti 5200 deyirəm, alan adama endirim olar. Hə, aparaturanı qoysaq 7000 olacaq, elə mi? Aparaturanı qoysaq 7000 olacaq, amma belə aparaturası 5200. 5200 endirim də eləsək? Endirim də eləsək 4800. Bəli, bəli. Alan adam əgər olsa 4800 Allah xeyir versin. Hansı rayondasınız? Ağcabəd rayon. Əlaqə nömrəsini deyin. 051 705 94 22. Allah xeyir versin. 94. Siz də sağ olun. Qardaş, xoş gördük sizi Bərdəmaşın bazarında. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin, amin. Siz də şəhid atasısınız. Bəli, Allah səbir versin. Ağdaş şəhid atasıyam mən. Şəhidimizin adı nədir? Nəbiyev Yusuf Eltonoğlu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Valideynlərin qarşısında baş əyirik. Cəmi şəhidlərimiz. Maşınınızı satmaq istəyirsiniz. Bəli. Buyurun, məlumat verin. Mən maşını inşallah satacağam Allahın izni ilə. Allah qismət eləsin. 98-in maşınıdır. Eksport variantdır. Perodok təzə yığılıb. Təkərlər təzə, diski təzə. Karovkada atma yoxdur. Motor təzə yığılıb. Nə vaxtdan sizinkidir bu maşın? 5 ildir məndədir bu maşın. Öz adınıza aformut olmuş maşındır. Alan adama etibarnamə, bir illik verirsiniz. Verirəm. Nə qədərdirsə verirəm aparım. Texniki baxışı, sığortası var mı? Hər şey var, hər şey var. Alandan sonra xərcləriniz olub? Nəsə düzəltdirmisiniz maşınınızı? Doğru, maşını 2 il bundan qabaq yığdırmışam. Noldan yığdırmışam, noldan, kraskasına kimi. Motorunda? Hər şeyini. Hazırda mühərrikdə vəziyyət necədir? Qəşəkdir. Bilmirəm onun nə qədərdirsə orada, yəni. Yağ azaltması, səsi yoxdur ki? Heç nəyi. Karovkası necə? Qəşək. Atması yoxdur ki? 5-dir, yox. Karovkada da yəni təzə yığılıb. Öndə qranatların səsi, küyü. Hamısı təzə yığılıb. Perodok ümumilikdə yaxşıdır. Hamısı təzə yığılıb. Ekran deyirlər. Ekran özünkidir. Əl dəyməyib yoxsa iş olub? İndi onlar da bir damcı baladan. Köhnə maşında yəqin ki işləmiş olur. Amma zavodda özünkidir. Hə, özünkidir. Dəyişməmişəm yəni. Təkərlər yaxşı? Qəşək. Təkərlər yaxşı. Super vəziyyət. Altı necədir? Çürük çoxdur? Altı çürük yoxdur vəbşi. Tarsovka ilə vurulubdur. Qəşək, super. Qapı, krel, kapot dəyişilən nəsə varmı? Yox. Qəşək, hamısı özünkidir. Bəlkə sizdən əvvəl dəyişiblər bilmirsiniz? Onlar da nə bilim Məkkədən.
Siz öz bildiklərinizi deyirsiniz. Öz bildiklərimi deyirəm da. Kraskası da yaxşıdır elə Qəşəng bilmə. vəziyyətdədir. Kosmetik şey yox. Super vəziyyətdədir, kosmetik. Yəni Şüşələr- otur, benzin töksür. Şüşələr salamat. Bəli, Eləmi? hər şey, hər Şitdə şey. qırıq çat yoxdur ki. Yoxdur, yox. Normaldır. Baxanda bilirəm. Oturacaqlar çıxoldudur. Hamısı qəşəng, hamısı. Belə də maşınınız normal maşındır. Aparatura da var hətta. Aparatura da var içində, hətta doludur, təmiz mantona kimi qəşəng. Hamısı, altı kolonkası, basadığı sloteli, hər bir şey var, hər bir şey üstündə verirəm bax belə. Halallıqla da verəcəm getsin. Maşınımızın qiyməti neçədir? Belə 5-4-ə deyirik. Amma Endirmə alan eləsək. olsa, real alıcı olsa, razılaşdıq. Neçə təxmini bir qiymət deyəndə sizlə əlaqə saxlasınlar. Yəni bunun 5-dən aşağı düşmək olacaq. bəli, 4-8. yox 4-8 yox. 4-9-a yanı yeri Elə var. biz deyənə yaxınlıqda 100 manat arada fərq var. 4-9-a yeri var. Zəng eləsinlər. Bəli. Əlaqə nömrəsini deyin. 050 675 58 57 050 ilə. Ağdaşa gəlsinlər. Gəlsinlər, hara lazımdır, zəng eləyəndə harada var. Oğlum ustadır. Təkər ustasıdır qəşəng. Aha. Adı İlkindir. Ağdaşdadır da, yəni deyirəm ora gəlsinlər. Bəli, bəli. Kompüter balans ustasıdır. Uğurlar arzu eləyirəm. Allah Çox sağ razı olun. olsun. Təşəkkürlər. Allah canınızı sağ olasın. Sağ ol. Var olun, var olun. Qardaş Allah xeyir versin. Sağ ol, var ol. 015 maşını. Bəli. Buyurun məlumat verin. Bilək necə maşındır? Motor xadavoy, yağı təzə dəyişdirilib, hər bir şey təkərlər qaydasındadır. İllik 2011-dir. Sideniyalar zətlər çırıq sökür, heç nə yoxdur. Çoxdan işlədirsiniz? Var bir müddət. Etibarnamədir yoxsa form? Etibarnamədir, bəli. Texniki baxışı, sığortası, Bəli, var, hamısı qaydasındadır. sənədlər qaydasında. Bəli, bəli. Alandan sonra xərcləriniz? Alandan sonra belə bir xərclərimiz olmayıb. Maqnitofon, kolonka, belə xırda bir şeylər. Mühərrikinə heç baxdırmadınız? Mühərrik saat kimi baxdırmışam. Super Yağ azaltması, vəziyyətdə. səsi? Xeyr, qram da yoxdur. Yəqin ki, yığılmış olar. Yəqin ki, Korobka yaxşıdır, superdir. atma səs yox. Xeyr, xeyr, xeyr. Perodok necədir? Super vəziyyətdədir. Qranatların səsi ki Super, yoxdur ki. heç nə yoxdur. Ekranda iş olub, Ekran öz Zavadskoy ekranında super vəziyyətdədir. iş olub da amma. Sözdə elə bir şeydir, amma Təkərlər yaxşı. yaxşıdır, normaldır, gedər hardasa 50-60. Altına baxmamısınız, çürüyüb, pası. Altı üstündən təmizdir. Üstündə xırda para var belə görünən nəsə cızıq-mızıq. O da qiymətdə nəzərə alınıb, qiymət demişəm. Dəyişiləni, qapı, krel, kapot, bir kurlo açılıb, vəsiyo, qalan hamısı Zavadskoy maşındır. sürücü tərəf kreli. Bəli. Kraska da tam vurulub, hə? Bəli, bəli, bəli. Prosta indi biraz Hazırda da cızıqlar var elə bilirəm. cızıqlar zaten yüngülləri bir. Onun parlovka ilə, lakla eləmək olar, yoxsa gərək kraskalana? İmkan olan adam kraskalatdıra da bilər. Şüşələr yaxşıdır, Yaxşıdır. qırğı çatı yoxdur ki. 2 podyomnikdir, qabaq. Önlər düymə ilə qalxır. Bəli, bəli, podyomnik düymədən qalxır. Ha, şiti yaxşıdır, oturacaqlar çıxolludur. Bəli, bəli. Səs sistemi normaldır. Maqnitofon pioner bəli. Maşınımızın qiyməti neçə? 6500 manat deyirəm. 6-5-ə deyirsiniz. Bəli, bəli. 6-dan aşağı düşmək olar yoxsa? Yox, heç 6 da fikirləşmirəm. 6-ya da verməyəsiniz. Hardasa 6200 zət fikirləşirəm. 6200. Bəli, bəli. Hara gəlsinlər? Mingəçevir şəhərinə. Əlaqə nömrəsini deyin gəlsinlər. 077 536 45 00. Allah xeyir versin. Çox sağ olun, Allah razı olsun. Təşəkkürlər, sağ olun. Bu alt hissəsini qaldırmaq olarmı baxaq? Bu taxtdan da qaldır. Əmi, xoş gördük sizi Bərdə maşın bazarında. Sağ ol, çox sağ ol. 015 maşınınızı gətirmişsiniz satmağa. Bəli, bəli. Buyurun, məlumat verin izləyiciyə bilsin ki, necə maşındır? Əla 2009, İli 2009-dur. Hə. Siz nə vaxtdan işlədirsiniz? biz 7-8 il. Neçə il? 7 il, 8 7 il. il, 8 il. Aformutdur. Bəli, aformutda öz adımızda. Texniki baxış sığortası var. Hamısı yerində. Alan adama bir illik veririk etibarnamə. Bəli, bir illik. Necədir? Motoru nə vaxt yığdırmısınız? Qardaş, Motor- motorxananı bilən qaldırın baxaq. Motorxana yığılmayıb. Motorun əl dəyməyib. Yox, yox, əldə elməyib. Zavoddan necə gəlibsə o vəziyyətdən. Zavodda neçə il gəlsə elədi o qaydaları. Neçənci ilin maşını idi? 2009. 2009. Yağ azaltma onda çoxdur, hə? Yox, yox, heç nəyi azaldıb eləmir. Səsi yaxşıdır motorun. Əla. Qəşəng. Bax bu maşınımızın motorxanası ön tərəfi. Bu da maşınımızın alt hissəsi. Altında çürük pas yoxdur ki? Yox, heç nə, qıranda. Təkərlər, ön təkər. Təkərlər yaxşı deyil. Təzədir, 2 ay təkərdir. O görə ekran nətərdir? Ekran da gül, heç əl dəyməyib. İşi olmayıb ki deyirsən. Ha? İşi olmayıb, hə? Heç vaxtı. Qranatlar necə? Əla,
super. Peredok ümumilikdə yaxşıdır, Yala, səs-küy yoxdur ki. Yox, heç nə, heç nə. Zavod nə? Maşınımızın arxa tərəfdən görünüşü. Əmi, bunun dəyişilənlərini də deyin də bizə. Heç bir dənə də detal şurup da dəyişilməyib. Qapı, krel, kapot, tam sözlük. Hamısı özünkidir. Nədir özüdür? Kim işlədirdi bu maşını? Özüm. Özünüz səlqəli adam olmuşsunuz. Bəli. Kraska vuruldu ama. Elə belə yüngül. Çöldən çölə kraska. Hə, çöldən. Bagajı göstərmək olacaq. Olar. Bagajını da göstərsin əmimiz. Aparatura falan da var deyəsən, hə burada. Kolonkaları, uslu teli. Bu alt hissəsini qaldıraqmı? Ehtiyat təkər olan yeri görək. Təkəri zapası yoxdur yəni. Mastikalanıb eləmi? Yox, elə zavod nədir odur? Altına qoy baxaq görək, altı nə təhər. Alt elə. Eyni şey. Çürük yoxdur ki. Yox, yox. Da maşınımızın alt hissəsi. Heç nə yoxdur. Gül üzüdür. Bu maşınımızın iç hissəsi, dəyərli izləyicilər, üzürlü sayın. İçərini tam göstərə bilməyəcəm, bu hissələrini göstərirəm. Baxın, belə vəziyyətdə işi təmiz, oturacaqlar normaldır. Nə şüşələrdə çatlaq yoxdur. Şüşələri düymə ilə qalxır ön şüşələr. Bəli, hamısı düymə. İki ön şüşə düymə ilə, alın şüşəsi təmiz. Maşınımız belə də normal maşındır. Əmi, bunun maşını çəkib göstərdik. Problemi varsa problemli yerində deyin siz bizə. Heç bir problemi yoxdur. Yəni hamısı da öz zavod nəyizdə odur. Qiyməti neçə deyirsiniz? 8-2 deyirəm. 8200-ə deyirsiniz, bahadır da qiymətlər. Endirim eləyək. Olar yəni ki, olar. Endirim olar. 7500 sayan olsa Əla. verək. Verərəm. Hardadır maşınımız? Göyçayda. Əlaqə nömrəsini xatırladın. 051 502 1655. Allah xeyir versin. Sağ ol, çox Siz sağ də ol. sağ olun. Xeyirli olsun qardaş. Sağ ol qardaş. Nədir maşınımız? 012. Bəli. Buyur, məlumat ver bilək necə maşındır? İl 2006 Gidravik Roll 16 Klapan, motor Karovka ideal vəziyyətdə. Belə. Nə vaxtdan sizinkidir maşın? Maşın 4 ildir məndədir. Aformut, etibarnamə. Öz adımdadır. Texniki baxışı, sığortası. Texniki baxışın sığortasına qalıb, farası 2 ay. Sənədlər qaydasındadır. Bəli. Xərcləriniz nə olubdu maşınınızın? Böyle özüm üçün xaçlamışam, belə problemə salmayıb. Motorunu yığdırmamışsınız? Yox, əyməyənə yığdırmışam. Yağ azaltması, səsi? Kaplıda yoxdur. Motor Karovka idealdır. Korobkası da yaxşı. İdeal. Yaxşı yox, ideal. Öndə vəziyyət necə? Peredokda? Hər şey tam qaydasındadır. Səsi yoxdur qranatda? Yox, yox. Qranatlarda da hamısı ideal vəziyyətdədir. Təkərlər zəiflik belə bilinəm, hə? Belə də yox, belə normaldır, işləyər. Hələ ki işlətmə olur. Altı necədir? Polo? Polu çölündən gül kimidir. Çürüyüb, pası? Yox, heç olmayıb. Çölündən yaxşıdır. Heç olmayıb deyirəm, eləmi? Dəyişilənləri? Qapı, krel, kapot? Yox, bez detaldır. Kosmetik işləri var elə bilirəm, eləmi hazırda? Belə də yox, elə torped zadına yüngül var əl gəzdirmək lazımdır belə. Ön alın şüşəsində çatı var, bir dənə də çıxları var. İştin üstü çuxolludur. O dedim torped. Aha. Yan aynalar düymə iləndir, 4-ü də. Elektronsuz yenə qızdırıcılar. Prosto yanı işlətməmişəm, heç alandan. Bilmirəm nə vəziyyətdir. Yox, yan aynalar qalxıb yenir eləsin deyirəm. Ha, elektron hamısı qalxıb yenir deyə mən yenilmişəm. Yox, bunlar bildim, bunlar desən, bunlar da elektron. Güzgülər yox, güzgülər də elektrondur. Elektron var. Oturacaqlar yaxşıdır, çuxolludur. İdeal vəziyyətdə. Səs sistemi də var. Bahalı yoxsa elə normal? Orijinal Mightphone-da 4 dənə kolonkadan özüm üçün bəs eləyir. Maşınımızın qiyməti neçə? Maşınımızı 5200-ə deyirəm. Endirim eləsək? Endirim var. 4800. Can telefonda deyəcəm. Zəng eləsinlər, eləmi? Bəli. Əlaqə nömrəsini deyim. 051 285 64 94. Y. Hara gəlsinlər? Ağcabədi. Uğurlar arzu eləyirəm. Çox sağ ol.